İçində adamınız yazmışam deyə mən eyni zamanda turizm bələdçisi, hüquqşünas, tərcüməçi, həkim, viza məsləhətçisi və hər sahənin eksperti olmalıyam. Bu yaxınlarda mənə bir izləyici yazdı ki, Pekinə gələcək və ona turizm marşrutu qurmağımı xahiş etdi. Mən isə nəzakətlə dedim ki, bu mənim sahəm deyil. Bundan sonra belə bir sual verdi. Bəs onda necə Çində adamınız olursunuz? Yəni mən screenshotları qoyuram baxın. Mən 17 ildir Çində yaşayıram, amma mənim fəaliyyətim turizm deyil. Mənim işim fabriklər, istehsal, təchizatçılar, logistika və biznes danışıqlarıdır. Mən bilmədiyim mövzuda məsləhət verməyi düzgün hesab etmirəm. Amma burada daha bir vacib məsələ var. Biz hamımız yox cavabını qəbul etməyi öyrənməliyik. Hətta təsəvvür edək ki, mən həqiqətən də bələdçi idim. Yenə də işləmək ya da işləməmək mənim seçimim olardı. Heç kim müraciətə hə deməyi borclu deyil. Məncə peşəkarlıq təkcə kömək etmək deyil. Bəzən peşəkarlıq sərhədlərini bilmək və lazım olanda nəzakətlə yox deməkdir. Mən inanıram ki, biz bir yerdə bu çətin yolu keçəcəyik. Sağ olun, görüşərik. Bay bay.